Salam, hər birinizi salamlayıram. Ekranda da gördüyünüz kimi mən iqlim qurşaqlarından danışacağım sizə. İqlim qurşaqları 13 dənə iqlim qurşağı var. Bunların 7-si əsaslı, 6-sı isə keçid iqlim qurşaqlarıdır. Gəlin biz əsaslarını göstərəcəm sizə. Demək, ekvatorial iqlim qurşağı 1 və göstərdikcə bunları sayacağıq. Sonra tropik iqlim qurşağı. Bunlar mənim əsaslarımdır. Tropik qurşaq 1 və cənubda da özünü göstərir. Gördünüzmü? 3 dənə oldu. Sonra mülayim iqlim qurşağı şimalda və cənubda oldu 5 dənə. Bir də qütblərin və yaxud da Arktik, Antarktik deyirik. Bunlar da baxın sayla oldu 7 dənə iqlim qurşağı. Ekvatorial, tropik, mülayim, arktik. 7 əsas iqlim qurşağı. Qalanları isə keçiddir. Gəlin baxaq keçid iqlim qurşaqlarımız. Deməli, keçid iqlim qurşaqlarımız qarşısına sub şəkilçisi ilə başlayacaq. Hansılardır? Deməli, 1 həm şimal üçün nəzərdə tuturam, subekvatorial şimalda, subekvatorial cənubda, sonra limon rəngi olan subtropik şimalda, subtropik cənubda oldu 4 dənə, subarktik şimalda, subantarktik cənubda oldu. Baxın, sayılar 6 dənə də keçid iqlim qurşağım oldu. Əsasla keçidin fərqi desək nədir? Əsasın özünün hava kütləsi var, keçidin isə özünün hava kütləsi yoxdur. Bəs özünün havası yoxdursa, bu necə özünü təmin edir? Yayda əsasən keçidlərə, yayda özündən aşağıda olan iqlim qurşağı təsir edir. Qışda isə özündən yuxarıda olan. Siz bunları konspekt kimi də, məsələn, kitabın üstünə və yaxud da dəftərdə qeydlərinizi götürə bilərsiniz. Çalışacağım ən vacib olan məqamları qeyd edeyim. Gəlin başlayaq ekvatorial iqlim qurşağına. Bir dənə biz ekvator xəttini çəkək, şimal və cənubu daha rahat təyin etməyimiz üçün. Deməli, ekvatorial iqlim qurşağımız bilirik ki, əsasdır. Çünki sub yoxdur qarşısında. Bir də xüsusi olaraq mən bunu qeyd edeyim. Baxın, bunu da konspekt kimi özünüz üçün qeyd götürə bilərsiniz. Bu mənim ekvator xəttimdir. Bu qırıq-qırıq verdiklərim tropik xəttimdir. Bu aşağıda da təşkillanıb, tropik. Burada olan mülayimdir. Bir də verirəm qütb. Burada oldu qütb. Aha, qütb. Baxın, ekvator, tropik, mülayim, qütb. Ekvator, tropik, mülayim, qütbdür. Ekvatorda bir də mülayimlə. Ekvatorda bir də mülayimlə. Bulut şəkli çəkmişəm. Bu deməkdir ki, burada hava qalxandır. Burada hava qalxır. Hava qalxır deyənə ekvatorda bulud yaranır. Bulud varsa səpənlən radiasiyadır. Harda ki bulud var, orada təzyiq alçaqdır. Alçaqdır. Yaxşı. Deməli, mülayim üçün də bu keçərli. Ekvatorda nə verirəmsə, mülayimə də onu verirəm. Sadəcə rütubət baxımından, indi o xırdalığına gedəcək, ekvator daha çox rütubətlidir. Kimyəvi aşınma daha çox burada gedəcək. Deməli, ekvatorial iqlim qurşağında qalxan hava yüksək buludlu, mülayim üçün də keçərlidir, alçaq təzyiq. Tropiklə qütbdə bunun əksini verdik. Tropikdə bilirsiniz ki, fiziki aşınma gedir, günəşin zenitdə olduğu yerlərdir, daha çox istilik alır, ona görə hava qalxa bilmir, enən havadır və burada bulud yoxdur, yüksək təzyiqdir, təzyiq yüksəkdir. Bulud yoxsa deməli, radiasiyamız da düz olacaq. İndi qayıdırıq biz ekvatorial iqlim qurşağına. Ekvatorial iqlim qurşağında qeyd elədiyim kimi hava qalxır, hava qalxırsa buludumuz var, buludumuz varsa, deməli, təzyiqimiz alçaqdır. Burada bir fəsil var. Bir fəsil var. Aşınma kimyəvi aşınma veririk. Yağıntının miqdarını 2000-dən 3000-ə qədər verə bilərik. 2000-3000 arası yağıntı veririk. Rütubətlənmə əmsalı eğer bərabər 1-dən böyükdür. 1,5 2-yə qədər verə bilirik. Əmsal böyüksə, deməli, kimyəvi aşınma özünü göstərəcək. Temperatur da həmişə 20 plus olacaq. Yəni, 25-20-dən 25-20 yüksək olacaq. Sonra, burada sutkalı qeydlərimizi götürə bilər. Sutkalı və illik amplituda azdır. Desəm ki, bu ikisindən daha az olan hansı? Deyəcəm, sutkalıq amplituda. Yaxşı, sutkalıq illikdən daha deməli, az olacaq. Amplituda. Sonra ekvator iqlim qurşağı haralar düşür? Cənubi Amerikada Amazon hövzəsinə, Afrikada 4 yarımşərdə yerləşən Qvineya körfəzinə, sonra
Kongo hövzəsinə. Burada Şri-Lankanın cənubu, Malakkanın cənubu, Filippinin cənubu, sonra Sumatradır, Yavadır, Kalimantandır. Bu adaları verə bilərik. Ekvatorial iqlim qurşağından vacib olan məqamlar bunlardır. Qrafiklərdə bunları qeyd edəndən sonra onları da göstərəcəm. Bu açar sözləri özünüz üçün qeydiyyat götürə bilərsiniz. Keçdik. Deməli, tropik əsaslardan, ekvatordan danışdıq. Tropik iqlim qurşağından danışırıq. Tropik də əsasdır. Tropik bu portağal rəngi olan yerlərdir. Amma tropikin iki tipə bölürük. Bir rütubətli tropikə bölürük. Bir də quru tropikə bölürük. Rütubətli bir də quru tropikə bölürük. Rütubətli tropik materikin şərqinə uyğun gəlir. Gəlin onları mən göstərdim. Baxın, bu dairələdiyim yerlər rütubətli tropiklər olacaq. Aha, deməli, rütubətli tropiklər materikin şərqinə uyğun gəlir. Niyə? Çünki materikin şərqindən isti cərəyanlar keçir. İsti cərəyan rütubət yaradır. Havanı istini qaldıra bilir deyə bulud əmələ gəlir. Bulud da öz yağıntısını bura verəndə artıq burada yaşıllıqlar yaranır. Ona görə mən rütubətli tropik deyəcəm. Materiklərin şərq olan hissələrdən. Yaxşı, bunun birinci səbəbi deyirik ki, isti cərəyanların keçməsidir. Rütubətli tropikin olduğu yerdə yağıntının miqdarını 2000 mm verə bilirik. Amma quru tropikin olduğu yerlərdə isə yağıntının miqdarı, buna həm də biz kontinentalda deyə bilirik, səhrada deyə bilirik. Yağıntının miqdarı 150, 200, 250-yə qədər verə bilirik. Bir də temperaturu ümumilikdə tropik üçün temperatur hətta 40 selsiyə qədər gedib çıxa bilir. 20-30 selsi aralığında götürülür. 40 selsiyə də xüsusi olaraq səhralarda quru tropik üçün 40 selsiyə qədər verə bilir ki, temperatur həddən artıq burada çox olacaq. Materiklərin şərq olan hissəsində isə quru tropik olacaq. Bunları da qeyd edeyim. Məsələn, baxın, yerdə qalan Kaliforniya yarımadasıdır. Meksika yaylasının bir hissəsidir. Gəldik, baxın, burada xüsusi olaraq səhralardır. Atakama səhrasıdır. Atakama səhrasıdır. Atakama səhrasının yaranma səbəbi soyuq Peru cərəyanıdır. Bu bizim üçün çox önəmlidir. Sonra burada soyuq cərəyanlardan şimaldan cənuba doğru əsir. Çünki şimallar soyuq olur. Ona görə soyuq havanı aşağıya doğru gətirir. Kaliforniya cərəyanı keçir Kaliforniya yarımadasından. Burada səhralar əmələ gələ bilir. Quraqlıq yaranır. Sonra cənub olan hissədən, baxın bu hissədə Afrikanın bu hissəsində Namib bir də Kalahari səhrasıdır. Amma Kalahari səhrası soyuq cərəyan deyil. İçəriyə doğru rütubətin azalmasıdır. Məsələn, Namib cərəyanı yaranma səbəbi deyəcəm ki, deməli Bengal soyuq cərəyanın təsiridir. Sonra Avstraliya materikinin 4 dənə səhra, önəmli səhralardır. Deməli, Hibsondur, Sipsondur, deməli, Böyük Qumludur, Böyük Viktoriya səhralarıdır. Burada da yenə soyuq qərbi Avstraliya cərəyanı keçəcək. Bu dediyim Perudur, Bengaldir, qərbi Avstraliya cərəyanları. Burada qərb küləkləri cərəyanının qollarıdır. Sonra gəldik Afrikanın şimal olan hissəsində rütubətli tropik yoxdur. Burada ancaq quru tropikdir. Hansı ərazilərə düşür? Düzdür, buradan kanar soyuq cərəyanı keçir. Bunun da qismən təsiri var. Amma əsasən materik daha böyük sahə tutduğu üçün okeanlardan uzaqlaşır deyənə rütubət azalır. Burada böyük səhradır. İçərisində Saxaradır, Liviyadır, Nubiya səhrasıdır. Sonra Ərəbistan yarımadasında böyük nəfuddur, kiçik nəfuddur, Rübəl xalidir, İran yaylasının bir hissəsi, Dəşt Uluddur, Dəşt Kəbir səhraları, xüsusi olaraq burada Tar səhrasını yazacağam. Niyə? Diqqətli olun, Tar səhrasına qədər tropik xətti gedir. Amma bu Tar səhrasına qırılır. Tar səhrasında Pakistanla və Hindistanın arasında qırılır və onu əvəz edəcək pəmbə rəngində olan subtropik. Bunun da səbəbləri, deməli, biz küləkləri keçəndə demişdik ki, musson rejimli küləklər, musson küləklər xüsusi olaraq şərqdən, cənub-şərqdən əsir deyə burada rütubət gətirir. Rütubət olduğu üçün burada səhra tam zolaq əmələ gətirə bilmir. Tropiklərimiz haqqında da bu qədər. Bir də desək ki, burada neçə fəsil özünü göstərir. Baxın, ekvatora bir fəsil deyəcəm. Qeydiyyatınızı götürə bilərsiniz. Ekvatora bir fəsil deyirəm. Tropikdə 2 fəsil, belə deyək də, ekvatorda bir fəsil versək, qütbdə də bir fəsil, yerdə qalır subtropikdən mülayim. Bunlara 4 veririk. Yerdə qalanlar da 2.
Bunları əsas bildiyimi bir çıxdaş vasitəsilə, bunlar rahatlıqla, deməli, mülayimlə subtropikdə 4 fəsildir, ekvatordan qütbdə isə 1 fəsil. Qalanların hamısında 2 dənə fəsil özünü göstərəcək. Deməli, mülayim, keçdik tropiklə məlumat verdi, indi gəldik mülayimə. Mülayim digərlərindən fərqli olaraq 4 dənə tipə bölünür. Gəlin biz bunu, baxın, bu hissədə daha aydın görə biləcəyik mülayim iqlim qurşağının hansı tiplərə bölündüyünü. Deməli, dəniz, kontinental, kəskin kontinental, bir də mussona bölünür. Xüsusi olaraq qəbulda dənizlə mussona diqqət edin. Daha çox testlərə bunlar salınır. Dənizlər əsasən harda olacaq? Alyaska yarımadası, sonra dənizlər olacaq Avropanın Atlantik sahili hövzəsi, İrlandiyadır, Böyük Britaniyadır, sonra Fransanın bir hissəsidir. Yerlərini yadımızda saxlayaq. Sonra Niderlanddır, Norveç, baxın burada Norveç buradadır. Niderlanddır, Danimarkadır, bunlar mülayimin dənizinə düşür. Bir də Kamçatkadır. Fikir verdiniz, buradan 3 dənəsini qeyd elədim və aşağıda isə mülayim dənizindən Cənubi Atlantik, belə deyək də, Atlantik okeanın cənub olan hissəsi, Cənubi Amerikanın cənub-qərb olan hissəsi. Bu da Çili dövlətinin ərazisinə düşür birazı. Sonra gəldik Yeni Zelandiyanın cənub olan hissəsinə, Madagaskar da bir balaca cənub olan hissəsinə. Bir də Afrikada mülayim axtarmayacaq. Mülayimin dənizində vəziyyət necə olacaq? Mülayimin dənizində yağıntı il boyudur. İl boyu. Mən özüm burada yağıntını verəcəm sizə. 800 millimetr, özüm onu qeyd edirəm, il boyudur. Temperatur da qəti sürətdə mənfiyə vermirsiniz. Yaxşımı? Mən bura bir dənə plus qoyacam. Yəni, mülayimin dənizdə temperatur mənfiyə düşməz. İl boyu da yağış yağacaq. İçəriyə doğru getdikcə fikir verin, kontinentalla rastlaşır. Kontinentalda yağıntını müqayisə, əlbəttə burada 800 milli ola bilməz, 800-dən az olmalıdır. Düzdür? Çünki okeandan da uzaqlaş baxın. Fikir verin, 800-dən sonra 500 milli verdim. Temperatura gələndə, temperaturda artıq burada mənfi olacaq. Yaxşı, hətta bunu qeyd edirəm, mənfi 10, qış üçün nəzərdə almışam bunu. Mənfi 10. Deməli, mülayimin kontinentalı olan hissələr haradır? Məsələn, Kordilyer dağlarının şərq olan daha doğrusu qərb olan hissəsini verə bilər. Yukon yaylasını qeyd ediblər. Sonra şərqi Avropa düzənliyi. Burada olan ölkələrdən də versə, onları da götürə bilərik. Sonra gəldik, burada yağıntının miqdarını verdik və aşağıda isə Patagoniya yaylasının bir hissəsi. Patagoniya yaylasında hətta temperatur qış aylarında temperatur həddən artıq aşağıya düşə bilir. Və kəskin kontinental. Kəskin kontinental xüsusi olaraq burada mən Sibir qeyd edəcəm. Sibir. Bu həm qərbi Sibirdir, həm orta Sibir qeyd eləmək olar. Sonra Gobi səhrasıdır. Qazaxıstan xırda tərəfəlidir. Turan ovalığı. Turan ovalığında olan səhralar, qızılqum, qaraqum səhraları verə bilər. İndi məntiqlə yanaşaq. İçəriyə doğru gedir. Mən buranın qışını mənfi 10 vermişəmsə, buranın qışını mənfi 45-ə qədər verə bilirəm. Bu dərsliyə əsasən verilmiş rəqəmlərdir. Mənfi 45-ə qədər gedə bilir. Siz qrafiklərdə bunu belə görəcəksiniz. Yayda 20-dən yuxarıya qalxmaz. İndi yağıntının miqdarını görün necə verəcəm. 800, 500 əlbəttə burada az olmalıdır. 350. Yağıntının miqdarını azaltdım. 350. Deməli, kəskin kontinental olacaq bizdə bir Şimali Amerikada, bir də Avrasiya məntiqəsində. Cənubda kəskin kontinental yoxdur. Səbəbi qurunun daha az sahə tutmasıdır. Kəskin kontinentalın yaranması üçün quru daha çox olmalıdır. Okeanlardan uzaqlıq yaranmalıdır. Və qütbə yaxın olan yerlərdə temperatur həddən artıq aşağı salır. Gəldik mussona. Mussonda yağıntı bilirik ki, hər zaman yayda yağacaq. Mussonun yağıntısı hər zaman yayda. Baxın, deməli, dənizdə yağıntını il boyu verdim. Burada bir də qeyd edirəm. İl boyu. Elə Rəngi dəyişib, biraz göz yorğunluğu olmasın. Deməli, il boyu burada yağıntını verdim. Yerdə qalanlarda hamısına yay verəcəyik. Yay. Baxın, burada da yay. Mussonda da yay verəcəyik. Xüsusi olaraq mussona diqqət edin. Mülayimin mussonun düşdüyü yerlər. Saxalin yarımadası. Rusiyanın Sakit Okean sahilləri. Sonra Yaponiyanın şimalında olan 2 dənə böyük ada, Hokkaido, Honshu adalarını verə bilərik.
Yaxşı, deməli, əsasən yerlərini bilin. Yağıntının miqdarı xüsusi olaraq mussonda vəziyyət necə olacaq? Temperatur aşağı düşəcək. -5-ə. Bunu unutmayın. Bu bizim üçün çox önəmli. İndi subtropik muson ilə mən bunu müqayisə aparacağım sizə. -5-ə qədər gedə bilir. Yağıntının miqdarını yenə qaldırdım. Niyə qaldırıram? Baxın, 800, 500, 350, 700. Çünki yenə oxuyana doğru hərəkət edirəm. Bu keçərlidir. Yenə də, baxın, bu yenə keçərlidir. Şimali Amerikada hamısı var. Amma Şimali Amerikada mülayimi, mussonu yoxdur. Bu aydın oldu? Düşünürəm ki, aydın izah edə bildim. Mülayimdə 4 dənə fəsil özünü göstərəcək. Buludluluq var. Təzyiq, bulud varsa təzyiq alçaqdır. Üzvü aşınma daha yaxşı olacaq burada. Biz mülayimlə qurtarmışıqsa, indi keçək qütblərimizə. Əsaslar danışırsa, bir dənə qütbümüz qaldı. Həm şimal qütbümüz var, həm şimal qütbümüz var, həm də cənub qütbümüz var. Arktik deyirik bizə. Aşağıda da Antarktik deyirik. Əksliyi bildirən şəkilçi. Arktiklərdə temperatur, baxın bu olan isə bir də diqqətli olun, hansı adalara, hansı ərazilərə düşə bilir. Qütblərdə təzyiq yüksəkdir, tropiklə qütbdə təzyiq yüksəkdir və temperaturu da həddən artıq az verəcəm qütblərdə. Məsələn, biz burada temperatur veririk, temperatur verə bilərik, -20 verə bilərik. Temperatur -20 verə bilərik. Yağıntının miqdarını da 300 mm, 200 mm verə bilərik. Desək, hara düşür? Avropanın, deməli, Avropaya aid olan adaları verə bilirik burada. Qrenlandiyanın şimalı, Kanadanın şimalı, Kanada Arktik arxipelagına aid olan adaları, sonra burada Spitsbergen adaları, Spitsbergen adası var, onu verə bilirik. Sonra Asiyada olan yarımada, Taymırdır, Çukotdur, bunları verə bilərik. Temperatur da mənfiyə düşür. Bu həm şimal üçün keçərlidir, həm də cənub üçün keçərlidir. Keçdik biz keçidlərə. Keçidlərdən nə ilə başlayırıq? Ekvator əsas idi. Ekvatorun üstündə subekvatorial var. Subekvatorialda nəyə diqqət edirik? Biz şimal və cənuba xüsusi diqqət edirik. Şimal və cənuba. Mən ekvator xəttini çəkirəm burada. Deməli, şimalına da düşür, cənubuna. Keçiddir, düzdürmü? Keçidin öz hava kütləsi yoxdur. Bəs buna yayda kim verəcək? Özündən aşağıda olan. Özündən aşağıda kim var? Ekvatorial. Ekvatorialın havası necə idi? İsti idi. Rütubətli idi. Düzdür? Rütubətli idi. Buludlu idi. Ona görə bunda şimal yarımkürəsi üçün nəzərdə tuturam bunu. Yayda yağıntı nə zaman olacaq? Belə deyək də, yağıntı yay ayında nəzərdə tuturam. Yay ayı şimal üçün hansı fəsildir? İyul, avqust ayları. Düzdür? Deməli, yağıntının miqdarını 1500-2000-ə qədər verə bilirik. 2000-ə qədər verə bilirik. Yaxşı, 2000-dən yuxarısa bu ekvatorial üçün keçərlidir. İndi yenə biz cənuba diqqətli olun. Cənuba xüsusi olaraq çaşdırıcı məqamlardır. Yağıntı demişəm yayda. Bax, yenə yazıram yayda. Amma fəsil olaraq dekabr, yanvar, fevral. Niyə? Çünki dekabr, yanvar, fevral bunun cənubda yaydır da. Yenə də yay. Şimalda elə iyun-iyuldur. Bu xüsusi olaraq, baxın, bunlara diqqətli olun. Qrafiklərdə də onların izahını verəcəm. Desək, yaxşı, deməli, yayda özündən aşağıdakı vermişdi, düzdür? Yuxarı üçün mən bunu, bu oxları yuxarı üçün nəzərdə tutmuşam. Yenə də yadınızda saxlayın, yayda buna kim verir? Ekvator verir də. İndi görək qışda bəs buna kim verir? Qışda havası qalmayacaq ki, özündən yuxarıdakı, baxın, özündən yuxarıda kim dayanır? Tropik dayanır, düzdür? Qışda. Tropikin vəziyyəti necə idi? Qışda. İsti havadır, düzdür? Buraya yazdım. Qışda kimdir? Buraya yazaq yay. Burada yazım qışda. Qışda özündən yuxarıda tropik və tropik necə idi? İstidir. Düzdür? Tropik istidir, amma qurudur. Yaxşı, istidir, qurudur. Deyəcəm hansı ərazilərə düşür? Afrikada Somaliya, Çad hövzəsinə, burada Gviyana yaylasıdır, Orinoco ovalığıdır. Sonra Hindistandır, Hind-Çin yarımadasıdır. Sonra Yaponiyanın, deməli, üzr istəyirəm, Hind-Çin yarımadası, Malakkanın
şimal hissəsidir. Bunları verə bilirik. Bir də deməli Efiopiya yaylası, baxın burada Efiopiya, Şərqi Afrika yaylası var, Braziliya yaylası var. Cənubi Amerikada Cape York-la Arnhem Land yarımadaları düşür. Deyirik ki, Cape York və Arnhem Land yarımadası nə vaxt rütubətli olur? Deyirik yayda. Yaxşı, yay sözünü unutma. Yayda rütubətli olur. Hansı ayda? Dekabr, yanvar, fevral. Yaxşı, bəs deyirəm ki, Hindistan Dekan yaylası Hindistanda yerləşir. Nə vaxt rütubətli olur? Deyirsən yayda. Nə vaxt? İyun, iyul, avqustda. Bəs Dekan yaylasında nə vaxt quraqlıq baş verir? Deyirsən qışda. Bu nə? Qışda. Yəni nə vaxt normal şimalda qış nədir? Dekabr, yanvar, fevralda. Düzdür? Bir də çaşdırıcı məqamlar bunlardır. Bir dənə bunlara diqqətli olun. Bunları biləndən sonra biz artıq qrafiklərlə də rahat bunu təyin edə biləcəyik. Keçdik subekvatorialdan. Subekvatorial dedik, Qar səhrasında tropiki qırır və bu yarımadaları əhatə edə bilir. Subekvatorialdan sonra tropikdən danışdıq. İndi danışırıq subtropik. Subtropikdə də 4 fəsil olur. Mülayimdə də 4 fəsil olur. İndi digər şəkildə biz bunu daha aydın və qəbula ən çox onun hansı tipi düşür, onu diqqətimizə çatdıracağam. Deməli, subtropik iqlim qurşağı 4 dənə mülayimdə necə isə burada da 4 tipə bölünür. Aralıq, kontinental, musson, bir də bərabər rütubətlənmə. Baxın, mussonun qabağına yazacağam ancaq şimal üçündür. Ancaq şimalda axtaracaq. Bərabər rütubətlənən ancaq cənubda axtaracaq. Yaxşı, ancaq cənubda axtaracaq. Bunların fərqlərini deyəcəm. Deməli, subtropik iqlim qurşağı xüsusi olaraq Aralıq dənizə diqqətli olun. 90% testlərə bunları salırlar. Aralıq dənizi düşən yerlər sarı olan yerlərdir. Avropanın cənubu, Afrikanın şimalı. Məsələn, Pireneya yarımadası ölçü olaraq desək, deməli Portuqaliya ilə deməli Portuqaliya dövləti, sonra Apenin yarımadasında İtaliyadır, Balkan yarımadasında olan dövlət xüsusi olaraq Yunanistandır. Kiçik Asiya, düzdür, burada rəngi az verə bilər. Kiçik Asiya, yəni Türkiyəni verə bilər. Azərbaycanın özü də Aralıq dəniz iqlim tipindədir. Deməli Portuqaliya, İspaniya, unutmuşdum, İspaniya da buradadır. Sonra Atlas dağlarının bir hissəsi verə bilərik. Baxın, Afrikanın şimal olan hissəsi, Şimali Amerikada Kaliforniya ştatı, Kaliforniyadır. Cənubi Amerikada Santiago şəhəri Çilinin paytaxtıdır. Sonra gəldik aşağıda Afrikanın cənub qərbində. Siz zəhmət olmasa qeyd eləyin. Orada şəhərin adını mən özüm də qeyd eləyəcəm. Baxın, burada Santiago şəhərini. Burada Cape Town yaza bilərsiniz. Cape Town şəhəri qeyd eləyə bilərsiniz. Və burada Avstraliya materikin cənub şərqi Perth şəhərini xüsusi olaraq Perth şəhərini qeyd edeyim. Mən bir də bunu daha səliqəli düşsün deyənə Aralıq dəniz iqlim tiplərinin xüsusilə qeydiyyatını aparacağam. Çünki bu çox önəmlidir. Fikir verin, materiklərin qərbinə uyğun gəlir. Aralıq dəniz iqlim tipi. Materiklərin qərbinə uyğun gəlir. Deyirəm, Aralıq dəniz iqlim tipində ekvator xəttində burada qeyd eləyək. Yəni şimalda və cənubda olduğunu bilək. Desəm yağış nə vaxt yağır? Deyirsən qışda. Biz hər yerə yay demişik, düzdür? Bir də aralığa gəldik, qış verin getsin. Qışda rütubət qışda olacaq. Bəs quraqlığı nə vaxt olacaq? Quraqlığı da yayda olacaq. İş orasında ki, şimal yarımçıq. Misal üçün deyirəm, Pireneya yarımadasına nə vaxt yağacaq yağış? Qışda, hə? Yəni, qışda nə? Dekabr, yanvar, fevral, düzdür? Gəldim Santiago da nə vaxt yazalım? Yenə qış sözünü unutmuruq. Yaxşı, qış bizim açar sözümüz. Qışda, yəni iyun, iyul, avqustda. Xüsusi olaraq, buna şimal və cənub üçün xüsusi diqqətli olun. İndi testlərdə işləyərsiniz, siz onları görəcəksiniz ki, Aralıq dəniz iqlim tipini hər demək olar testlərin 70-80% bu iqlim tipindən salırlar. Aralıq dəniz iqlim tipinə düşən ölkələrdə diqqətli olun. Hansı ölkələr üçün testlərdə bu şəkildə verirlər. Bir də yağıntının miqdarına gəlin. Bəzi qeydlərimi aparacağım. Bir də yadınızda saxlayın. Burada temperatur mənfiyə düşməz. Yaxşı. Bax, mülayimin dənizində də düşməmişdir. Aralıqda da. Burada temperatur mənfi olmaz. Müsbət verir. Müsbət 5. Yağıntının miqdarını verdim 600. 600 milli yağıntı. Yağıntım qışda düşəcək. Gəlin içəriyə doğru gedik kontinental. Kontinentallıq nədir? Rütubətin azalmasıdır. Fikir verin, materikin daxilinə doğru kontinentallığı artır da. Hara olacaq? Burada Anadolu yaylasının çox hissəsi aralığa düşür. Onu unutmayın. Deməli,
İran yaylasının bir hissəsi, Turan ovalığının cənub hissəsi, Mərkəzi Asiya təşləməkandır, Tibet yaylasıdır. Buraları verə bilərik. Sonra mərkəzi düzənliklər var. Aşağıda La Plata deməli ovalığının La Plata ovalığının bir hissəsi. Xüsusi olaraq və Afrikada, görürsünüz Afrikada yoxdur. Bir də Nallarvur düzənliyidir. Sadəcə yerlərini bilin. Yerlərini bilin. Gəldik yağıntının, baxın bura 600 vermişəm, düzdür? İndi sizcə yağıntı burada artarmı, azalarmı? Mən deyirəm azalar. Niyə? Çünki okeandan uzaqlaşır ona görə. Artıq mən burada temperaturu kitablarda mən dərsliyə əsasən verirəm bunu. Temperatur mənfiyə gedə bilir. Yaxşı, temperatur -5 verəcəm. -5 verirəm minimum. Sonra gəldik biz aralığı dedik, kontinental gəldik mussona. Musson da Aralı dəniz iqlim tipi kimi tez-tez salırlar. Bəzi şeyləri silək buradan biraz aydınlıq olsun. Gəldik mussona. Mussonda yağış nə zaman yağacaq? Yayda. Yaxşımı? Bir dənə yağışı aralıq üçün qış bilin ha. Bir də bunun kontinentalında da qışdır, amma onu çox salmırlar. Hər ehtimal aralığı yaxşı, daha yaxşı yadımızda saxlayaq. Musson desək harda olacaq? Həm Şimali Amerikada, həm də Avrasiyada musson var idi. İndi gəlin bir dənə mən şimalda musson, cənubda musson axtarım. İndi baxın, mussonu mən bir dənə müqayisə edəm mülayim mussonu ilə sizə. Bir dənə mülayim mussonuna baxaq burada. Aha. Fikir verin. Bax bu mülayimin mussonu yuxarıdadır. Subtropik mussonu isə aşağıdadır. Desəm bu mussonla bu mussonun fərqi nə olacaq? Deyirəm ki, burada temperatur mənfiyə düşə bilir. Mənfiyə düşər, amma burada mənfiyə düşə bilmir. Subtropikdə düşə bilmir. Burada yağıntının miqdarını az verirəm. 700 vermişdim bayaq. Amma burada 900 verəcəm. Yaxşı, 1000-i aşmaz. Sonra yağıntı subtropikdə daha çox olacaq. O birində isə yağıntının miqdarı daha az olacaq. Aha. Deməli, mülayim muson ilə subtropik mussonu müqayisə elədik. İndi gəlirik biz bərabər rütubətlənən. Bərabər rütubətlənən şimalda yoxdur. Musson da cənubda yoxdur. Bərabər rütubətlənənlər hardadır? Baxın, La Plata körfəzi, xüsusilə bu yerliləri yadınızda saxlayın, bu qəbula salınmış suallardan biridir. Sonra Afrikanın cənub-şərqi, bir də Avstraliya materikinin cənub-şərqi və Yeni Zelandiya. Bu olacaq bərabər. Sözə baxın, bərabər rütubətlənəncə yağış deyirəm nə vaxt yağacaq? Deyəsiniz il boyu. Yaxşı. İl boyu olan yerləri bir dənə yadımıza salırıq. Deməli, mülayimin dənizi idi, il boyu olan, ekvatorial idi, subtropikin bərabər rütubətlənən idi. Yaxşı, bu 3 dənə yerə, bir də qeyd eləyək, tropikin rütubətlisi 4 dənə yerə il boyu yağıntı düşəcək. Yəni biz deyə bilmək yaydadır, ya qışdadır. Bərabər rütubətlənəndə, baxın, mən burada temperaturu da qeyd eləyim burada. Bərabər rütubətlənəndə ancaq cənub üçündür və temperatur da 25 verə bilir, mənfiyə düşmür. Demək, subtropikdə bir dənə mənfiyə düşən olan hissədir, bir də kontinentaldır. Vəssalam. Yəni qalanlarda temperatur heç vaxt mənfiyə düşməz. Bir də xüsusi olaraq mən Afrikanın cənubuna diqqətli olun. Afrikanın, fikir verin, bu yanında olacaq Aralıq dənizi, bu bir tərəfində subtropikin bərabər rütubətlənən. Yenə burada Aralıq dənizi, bu hissədə bərabər rütubətlənən. Bunlara xüsusi qeyd edirəm. Burada Aralıq dənizi, burada bərabər rütubətlənən. Yaxşı, bunlar yadımızdan çıxmasın. İndi gəlin qrafiklərə keçək. Qrafiklərdə bəzi şeylər qeyd edəcəm sizə. Ən çox qəbula düşənlərdən. İndi qrafiklərə baxaq. Bizə, baxın, burada 4 dənə qrafik verib. Qrafiklərin 4-ü də subtropika aiddir. Biz bilirik axı, subtropikin 4 dənə tipi var idi. Aralıq dəniz, subtropikin mussonu, subtropikin kontinentalı, bir də il boyu bərabər rütubətlənən. Baxın, il boyu bərabər rütubətlənən harada dedik? Ancaq, bunu balacal edək. Ancaq bunu cənubda axtaracaq. Bərabər rütubətlənəni ancaq cənubda axtaracaq. Bu ancaq cənubda axtaracaq. Cənub. Mussonu isə ancaq şimalda axtaracaq. Gəlin elə açmış il boyu bərabər rütubətlənənə baxın. Şirin cənub dedimizsə,
Qrafikə fikir verin, həmişə bu şəkildə olacaq. Cənubçı qrafik bu şəkildə olmalıdır. Bunu yadımızda saxlayaq. Belə qrafik görür, birinci bura cənubdur. İl boyu rütubədən hansı fəsildə idi? Bütün fəsillərdə. Fikir verin, mən deyə bilmərəm burada hansı fəsildə yağış daha çoxdur. İl boyudur. Bir də temperaturun mənfiyə düşməz. Gəlin bura kontinentala. Demişdim ki, bir aralıqda yağışı qışda verin. Qışda. Bir də subtropikdə qışda verin. Amma bunu çox o qədər də salmır deyən, testlərə o qədər salmırlar deyən, çox bunun üstünə getmədim. Amma yenə baxaq. Kontinentalda temperatur mənfiyə düşə bilir. Fikir verin, qışdadır. Yağıntıda, ən çox yağıntıda qışa, yanvar, deməli payız, yəni soyuq fəsillərdə. Yağıntı soyuq da düşəcək. İndi baxırıq aralığa. Demək olar ki, Aralıq dəniz iqlim tipinə çox diqqətli olun. Bu şimal üçündür. Çünki qrafik bu şəkildədir. Və qışda yağışın miqdarına baxın, yanvarda və payız fəsillərində. Temperatur mənfiyə düşməz. Burada həmişə plus verilir. Birdən bizə bunun cənubunu versə, baxın, mən onu öz belə əlimlə çəkəcəm o cənubunu. Cənubunu bax, cənubu versə, qrafik bu şəkildə olacaq. Fikir verin, temperatur mənfiyə salmadım. Ləyən də bu şəkildədir. Temperatur mənfiyə düşməz. 30-a qədər gedir. Və yağıntını isə bu şəkildə veririk. Belə bilin ki, baxın, yağıntı bu şəkildə gedəcək. Belə qrafik harada görürüz? Bilin ki, bu aralığın cənub olan hissəsidir. Bunun yağıntısı nə zamandır? Qışda. Qış, yəni iyun, iyul, avqustda. Yaxşı. Gəldi subtropiki mussonu. Subtropiki mussonu çox önəmlidir. Bir də mülayim musson. Onların müqayisəsini də verəcəm sizə. Musson ancaq şimalda axtarırıq. Cənubda musson olmaz. Subtropikdə fikir verin, mənfiyə düşmədi. Yağış nə vaxt olur? Mussonda yayda. İndi mən deyirəm ki, bu subtropiki mussonudur. Bəs görək mülayim musson necə olacaq? Mülayim mussonunda temperaturu mənfiyə salıram. Baxın, mənfi 10-a qədər salıram. Yağışı da biraz az verirəm. Hətta temperaturu da azaldıram. Baxın. Deyirəm, bu mülayim mussondur. Subtropiklə mülayimin fərqi olur ki, bunda mənfiyə düşdü, amma subtropikdə mənfiyə düşmədi. Digər qrafiklərə baxaq. Digər. Baxın, ekvatorial iqlim qurşağı. Ekvatorial iqlim qurşağı il boyu yağışdır. Temperatura diqqətli olun. 20, 25, 20 plusdur da. 20 plus arasında bir fəsildir. Yəni mən deyə bilmərəm ki, yanvar ayında temperatur azdır, avqustda və yaxud da çoxdur. Ən asanı ekvatorial. Bunu daha rahat tapmaq olur. Ekvatorial iqlim sonra daha doğrusu subekvatorialdan danışaq. Subekvatorial isə bu şimal üçün. Necə bilirəm şimaldır? Fikir verin, ləyən bu şəkildədirsə, mən qrafik deyəm, nəzərdə tuturam. Bu şəkildə deyirsən şimaldadır. Subekvatorial yağış nə vaxt yağır? Yayda. Vəssalam, yayda. Baxın, iyun, iyul, avqustda bolluca yağışdır. İndi mən subekvatorial iqlim qurşağı ilə mussonu bir-birinə çox oxşayır. Musson da yaydadır da, orada da yağış. Amma ondan bunun fərqi bunda olacaq ki, mussonda temperatur, baxın, 20-dən aşağı verəs. Əgər işdir bunu musson versəylər, bax, bu şəkildə olacaq. Temperatur az olacaq. 20 ilə 30-un arasındadırsa, elə göz yumulu biz deyirik ki, bu subekvatorial iqlimdir. Gəlir cənub subekvatorial. Bax, yenə də cənubda necə dedim? Ləyən baba bu şəkildə, cənuba doğru. Ləyən bu şəkildə olacaq. Temperatur da nə idi? 20 ilə 30-un arasındaydı da, düzdür? 20-30-un arasındaydı. Subekvatorial yağış nə vaxt yağır? Yayda. Yaxşı, bunu elə belə də odaqlayırıq. Yayda. Yəni, cənubun yayı nədir? Yanvar, fevral. Bu şəkildə. Yəni, mənim qışım iyun, iyul, avqustun qışdır. Burada quraqlıq özünü göstərəcək. Sonra, gəldik bura tropik iqlim diaqram. Tropikdə xüsusi olaraq bu şəkil quru tropik üçün nəzərdə tutublar. Quru tropik, səhralar üçün. Yağıntı miqdarı çox cüzi veriblər. Temperatur və fikirlərin 30-u aşır. Hətta 40-a qədər gedib çıxa bilir. Bu asaddır təyin eləmək. Gəldik mülayimə. Mülayimdə. Mülayimin də 4 dənə tipi var idi. Necə subtropikdə var idi, bunda da o cürdür. Mülayimin dənizi idi, mülayimin kontinentalı idi, kəskin kontinentalı idi, bir də mussonu idi. Mülayimin dənizinə dedimmi, yağıntı nə vaxt düşür? Mülayimin il boyu. Fikir verin, il boyu yağış düşür. Mülayimin dənizində bir dənə burada temperatur mənfiyə düşmür. Plus qoymuşdum qeyd edəndə. Sonra mülayimin dənizi olan ölkələr bizə desə hansıları götürək? Böyük Britaniyadır, İrlandiyadır, Niderlanddır, Danimarkadır, Norveçdir. Bunları
verə bilərik. Gəlir mülayimin kontinentalına. Mülayimin kontinent temperaturu mənfiyə düşür, yağıntı miqdarı da azdır. Buna çox üstünə getməyəcəm. Gəldik kəskin kontinental mənfi hətta 45-ə qədər gedə çıxır. Görürsüz temperatur mənficə deməli kontinental. Yağıntı da azdır, temperatur çox yuxarı qalxmır. Mülayimə mussonuna diqqətli olun. Mülayimə mussona subtropik musson bayaqları müqayisə aparmışam. Burada dedik mənfiyə düşür, amma subtropikdə mənfiyə düşmür. Yaxşı, əsas bizə vacib olan məqamlarımız bunlar idi və bunları da qeyd elədim. Ümid edirəm ki, başa sala bildim.